Jurnalistlərdən mətbuat subyektlərindən casus yaxud da dezinformasiya mənbəyi kimi istifadə etmək Rusiyanın dırnaqarası ənənələrindəndir. Təsadüfi deyil ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başladığı ilk günlərdəcə Avropa İttifaqı Rusiya məxsus media subyektləri, xüsusən Russia Today kanalı və Sputnik şəbəkəsinin Avropa ölkələrində yayımı və istənilən fəaliyyətinə qadağa qoydu. Qərarda açıq göstərilirdi ki, Rusiya bu media subyektlərindən Avropa ölkələrində casusluq və təxribat yönlü dezinformasiyalar yaymaq məqsədi ilə istifadə edir. Görünən odur ki, Rusiya Avropada bu cür biabırcasına ifşa olunmaqdan utanıb çəkinməyib. İndi də ona dost, strateji müttəfiq olan Azərbaycanda media pərdəsi altında bu cür casusxana yaratmaq niyyətinə düşüb. Ancaq burada da niyyəti ürəyində qaldı. Əslində Rusiya bu metoddan bütün dünyada istifadə edir. Hardakı başa bəla Sputnik ailəsi var, orada Rusiyanın kəşfiyyat rezidenturası məxfi fəaliyyət göstərir. Azərbaycandakı Sputnikçilər də bu mənada istisna edilə bilməz. Zaman-zaman, xüsusilə də 44 günlük vətən müharibəsi dövründə Azərbaycana qarşı qərəzli, bəzən də erməni separatizmini açıq şəkildə dəstəkləyən məlumatlar, təxribatlar əslində bu media subyektinin Azərbaycanda məkirli niyyətindən xəbər verirdi. Təsadüfi deyil ki, 2022-ci ildə həmin Sputnik deməli media şəbəkəsinin Azərbaycan qolunda, yəni Sputnik Azərbaycan redaksiyasında fəaliyyət göstərən 4 nəfər Azərbaycanlı əməkdaş, bizim jurnalist həmkarlarımız oradan istefa verdilər, öz fəaliyyətlərini dayandırdılar. Səbəbində də onlar göstərirdilər ki, biz jurnalist olaraq həqiqəti ifadə edən məlumatları deməli hazırlayaraq Sputnik Azərbaycanda qoyuruq, amma Rusiya tərəfi isə həqiqəti ifadə edən yox, Rusiyanın dövlət siyasətinə uyğun olan informasiyaları hazırlayıb burada yerləşdirmək tələb edir. Bu baxımdan da onlar deməli istefa verməyə məcbur olurlar. Təsadüfi deyil ki, 2022-ci ildə Rusiya tərəfi yaranmış çaxnaşmaya uyğun olaraq Sputnik Azərbaycan redaksiyasının rəhbərini dəyişdi. Amma bu dəyişiklik öz vəziyyəti daha da pisə apardı. Çünki bəlli oldu ki, Rusiya tərəfindən Sputnik Azərbaycan redaksiyasına rəhbər göndərilən 2022-ci ildə yeni rəhbər olaraq göndərilən Vitali Denisev özü Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Məlum oldu ki, vaxtilə Gürcüstanda separatizm hərəkatının alovlanmasında Cənubi Osetiya separatçılarının Moskva tərəfindən təşkilatlanmalarında həmin Denisovun xüsusi kuratorluğu, yəni dırnaqarası xidmətləri olub. Qaranlıq keçmişinə görə təsadüfi deyildi ki, Denisovu Moldovadan da qovmuşdular. Həmin şəxsi götürüb Sputnik Azərbaycan redaksiyasına rəhbər olaraq göndərilər. Bu nə deməkdir? Təbii o deməkdir ki, Moskva Denisovun dırnaqarası zəngin təcrübəsindən bu dəfə Azərbaycanda yararlanmağı hədəfləyirdi. Qarabağda şanlı zəfəri həzm edə bilməyən Rusiya, görünür Azərbaycanda ideoloji təxribat və separatizmin yeni mərhələsinə start verməyi düşünürdü. Əks təqdirdə separatizm üzrə mütəxəssisini Bakıya göndərməzdi. Həmin vaxtdan etibarən Azərbaycan tərəfi bu Sputnik Azərbaycan redaksiyası ilə bağlı öz narahatçılıqlarını ifadə edirdi. Onun fəaliyyətinin qanuni formata salınması üçün tələblər irəli sürürdü. Bu tələblər 2025-ci ilin fevral ayında nəhayət pik həddə çatdı. Çünki bizim media haqqında qanun tələbidir ki, hər hansı bir ölkənin media subyekti, jurnalisti Azərbaycan ərazisində fəaliyyət göstərsə, Azərbaycanın da həmin ölkədə jurnalistlərin fəaliyyəti adekvat olmalıdır. Yəni qısa deyək ki, Azərbaycana məxsus bir televiziyanın əməkdaşı Rusiyada bir nəfər müxbirlə təmsil olunursa, həmin dövlətin də media subyekti Azərbaycanda bir əməkdaşı, yəni adekvat olaraq təmsil oluna bilər. Amma Sputnik bu prinsipləri pozurdu. Sputnik Azərbaycan ətrafında yaranmış durumun qanunvericiliyin tələbini əsasən yoluna qoymağa dair Azərbaycanın tələb və təkliflərinə baxmayaraq, redaksiyanın öz fəaliyyətini bugüna kimi qanuna zidd şəkildə davam etdirməsi nəhayət Azərbaycanın da səbir kasasını daşırdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da Rusiya Segodniya İnformasiya Agentliyinin Bakı filialı Sputnik Azərbaycanın ofisində əməliyyat axtarış tədbirləri keçirilib. Saxlanılanlar var. Xatırladaq ki, 2025-ci ilin fevralında akreditasiyası dayandırılsa da, adı çəkilən media subyektinin qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatları əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Doğrudur, hələlik araşdırmalar aparılır. Amma şefi FTX əməkdaşı olan redaksiyanın bir qədər aşağı rütbəli əməkdaşlarının da hara işlədiyini ehtimal etmək yəqin ki, elə də çətin olmamalıdır. Vüqar Bektaş, ATV Xəbər.